Herkese salam dostlarım, necəsiz? Gəlmişik ambara. Birazdan qızlarla görüşəcəyik. İnşallah alınsa Saadət də gələcək. Gəlməlidir Saadət də. İnşallah onlar gələr. Ayten xanımın sifarişləri var. Həm dostumuzdur, rəfiqəmizdir, həm də sağ olsun elə məhsullarını bizdən götürür, bizdən alır, səhifəsində falan paylaşır. Onun sifarişləri var, mən də ona aparacağım. Saadət gəlsə Saadətin də sifarişlərini aparacağım. Yeni saç parfümlərimiz gəlib qızlar, mini duxlarımız gəlib. İndi yığdıqca sifarişləri göstərəcəm sizə. Saadət onlardan istəyibdi. Onları aparacağım. Əgər inşallah Saadət gəlsə, gəlməsə də içində məhsulları mən də donsta verəcəm. Belə hər ehtimal yenə də çəkəcəm sizlər üçün. İndi inşallah bir dənə sifarişlərimizi yığaq, hazırlayaq. Bu arada qızlar, Instagramda çəkdim, paylaşdım. Dedim burada da deyim. Bizdə bu Photoshop effekti tonal krem var ki, 10 manatlı qiyməti. Üzümə ondan vurmuşam. Siz Allah görün nə gözəldir. Həqiqətən üzərində yazdığı kimi filtr effekti verir. Yəni bu filtrsiz falan çəkirəm, çox qəşəng tərtəb. Üzdə yəni heç nə yox kimi göstərir, amma əslində vardı bütün nə qədər üzdə o ton bərabərsizlik falan hər bir şey bağlı və çox qəşəng bir görüntü alınır. Nəysə ki qızlar, başlayıram sifarişləri hazırlamağa, həm Aytənin, həm Saadətin sifarişlərini hazırlamağa. Elə sizlə də onu bölüşəcəm. Gedəndə də orada inşallah vlogun davamını çəkəcəm. İzləmədə qalın, maraqlı bir vlog olacaq. Qızlar, Aytənin sifarişini çəkirəm. Baxın, belə bir ədəd fırça istəyib. Bir ədəd bu taç setindən istəyib. Kaviarın saç spreyi qızlar. Bunu mən dəfələrlə özüm də vlog çəkəndə sizə göstərmişəm ki, saçımı yuyan kimi bu spreydən vururam. Bu həm saç parfümüdür. Amma mən bunun qoxusuna görə yox, mən bunu dolaşıq açmağına görə istifadə edirəm. Saçları dümdüz ukladka effekti verir, dolaşığa açır, elektriklənmənin qarşısını alır. Yəni saçınız qıvırcıqdırsa da belə bunu vurursunuz, çox səliqəli olur, çox gözəldir. Baxım sprey həm də saç parfümdə, həm də istilikdən qoruyur. Baxın Saadətin götürdüyü də dəli kimi istədiyi saç parfümü bu saç parfümüdür. Hansı ki o gün görüşən kimi dedi, ay Leyla nə vurmusan sən belə, nə qəşəng qoxu gəlir. Bunu mən parfüm kimi də vururam qızlar, inanın. Əslində saç parfümüdür, amma parfüm kimi də vururam. Çünkü dəhşət bir qoxusu var. Net saçınızdan bir gün qoxusu getmir. Yəni yoldaşınız, ətrafınızdakı insanlar, hər kəs sizdən bu saç parfümü soruşacaq. Dubayında qeyd edim ki, qızlar qiyməti də uyğundur, 10 manatdır cəmsi. Daha sonra bir ədəd tonal krem götürüb, bu da Dubay markasıdır, Cosmo'nundur. Tərkibində SPF 30'u var. Bir ədəd yeni gələn bu parfümümüzdən götürübdür. Bir ədəd kampaniyada olan bu bədən spreyimizdən götürübdür. Bunun birinin alana ikincisi 5 ay yenə düşür. Yəni 2 sprey 20 yox, cəmsi 15 manat verirsiniz. Parfümlü spreylərdir bunlar. Daha sonra bir ədəd belə bir lip gloss götürüb, serum lip glossdur bu. Bir ədəd belə bir ruj götürübdür. Bu minnoş əl kremimizdən götürübdür. Bir ədəd bədən üçün bunlar yeni gəlib qızlar sabunlardır, parfümlü sabunlardır. Həm bədəndə olan səpkiləri falan aradan qaldırır, qara nöqtələri aradan qaldırır. Həm də çox gözəl parfüm qoxusu verir. Yəni bədəninizdə duşdan sonra bir gün rahat bunun qoxusu qalır. Geyiminizə qədər hopur. Elə bir gözəl qoxusu var. Bir ədəd belə çantalıq tempaleti götürübdür. Görün necə gözəldir. Bir ədəd Karite'dən belə bir Kiss Beauty'dən daha doğrusu belə bir liner götürübdür. Bir ədəd bu highlighterimizdən götürübdür. Bu aksesuardan götürübdür. Çanta üçün. Daha sonra belə bir makyaj silən sprey götürübdür. Saç üçün alətdən götürüb, yəni şampun üçün, maska üçün bu məhsul mütləq ki olmalıdır. Kim saçına müalicə edirsə, məsələn bizim kimi zəncəfil şampunundan istifadə edirsək, saçını uzatsın, tökülməyini dayandırmasın, yuyanda bu alət mütləqdir ki bundan yoxsa. Çünki bu tam saç dibinə təmas etdirir. Daha sonra belə bir lip balım götürüb, bu yeni gəlibdir qızlar. Bunu bir dənə açıb vermə nəfər zəhmət olmasa. İçərisində yəni bir yox, bir neçə lip balım var. Baxın tam 5 ədəd belə minnoş lip balımlardır. Saqqız qoxuludur, çox qəşəngdir, çantalıqdır. Həm dudağı nəmləndirir, həm də azacıq rəng verir. Özünün də belə qəşəng qablaşması var. Və belə bir set götürübdür. Bunun içərisində maskalarıdır, paçisidir və əl kremidir. Belə hədiyyəli formada olur. Kim istəsə ala bilir. Bu Aytənin sifarişləridir qızlar. Birazdan da indi bunu paket eləyək. Keçib Saadətin sifarişlərini göstərəcəm. Bu arada Sadoşda gəlir. Küçük bir problem var idi. Onu həll elədi. Gəlir inşallah ki bir yerdəyik. Paketi hazırdır qızlar. Bu Aytənin paketidir. Yığdıq sifarişlərin. İndi Sadoşda sifarişlərini yığıram. Sifarişlərini çəkirəm qızlar. Bu ətirlər bir dənə aç göstər də. Bu ətirlər qızlar sırf Saadətin sifarişi ilə gəlib. Əldə də var. Belə mini markaların minnoş parfümləridir, 5 milli.
premium deyib satırıq biz, amma əslində orijinalın outletləridir. Outletlər bir məhsulu çıxardır. Biraz satışı zəifləyən kimi, yəni onlar bir məhsul bir ildən o bir ilə qala bilməzlər. Markanın elə bir lüksü yoxdur. O sat verirlər toptancılara. Toptancılar da onu təbii ki, marka zədələnməsin deyə, yəni orijinal adı ilə satmır, premium deyir. Ona görə biz də premium adı ilə satırıq, amma hər bir şeyi, barkodu filan, hər bir şey qızlar üzərindədir, daxil olub. Yəni barkoduna da baxa bilərsiniz. Yəni biz A-class deyirik, premium deyirik. Bu bilirik ki, outletdə sadəcə icazə vermir toptancılar. Ona görə posta filan onun açıqlamasını vermirik outlet olmadığının. Deyir elə premiumdur. Bunun ikisini də Saadət götürüb, bu Libresetidir. Bu Dior'da 235 manatdır. Yəni bunu belə normal saytdan alsaz 200-300 manatdan aşağı almayacaqsınız. Çox bahadır markanın özündə. Həm xonçalıq, həm hədiyyəlik əladır. Bunun ikisi də Saadətin sifarişidir. Saç parfümünə yenə Saadət də götürübdür. Daha sonra baxın, məndən o gün soruşdunuz ki, Saadət vlogda deyir ki, daima mən bir üzüma geli ilə yuram, lolya deyim, deyəcəksə, budur. İllərdir ki, Saadət ancaq bu geli götürür bizdən qızlar və bunun orijinalı yalnız və yalnız bizdədir. Hər yerdə 1-2 manata satırlar bunu, orijinal deyil. Daha sonra belə bir intim geli götürübdür. Bu nədir qızlar? Bu sırf intim bölgəvizi yumaq üçündür. Pis qoxunu aradan qaldırır, nəmləndirir həmən bölgəni və qaraltı falan yaranmağına icazə vermir. Antibakteriyaldır, yəni çox gözəl bir şeydir. Bu yeni Barbie spreyimizdən götürübdür. Yay gəlir dedi, kakraz, zər lazım olur dedi. Mənə belə spreyli götürdü ki, qoxusu da qəşəng olsun. Şirin bir qoxusu var. Daimi istifadə etdiyi qaş geli jovundur. Daha sonra bu minnoş sakolkadan götürdü, bu rezinkadan götürdü. Bunlar hər biri 3 manatadır. Yəni çox uyğun qiymətədir. Bunu inşallah piknik eləyəcəyik Saadətlə. Orada istifadə edəcəyik. Daha sonra bu daimi istifadə elədiyi tonal krem Pulis markasının. Bundan götürdü. Daha sonra Miss Face'in ağ qələmini götürdü. Yeni gələn bu lip glossumuzdan götürdü. Yeni gələn bu ənliyimizdən götürdü. Belə bir lip gloss götürdü və bu qələmlə bu liner daimi illərdir ki, Saadətə istifadə etdi. Qələm linerdir. Dodaq üçün qələmdir. Bu isə göz üçün linerdir. Belə bir sponge seti götürdü. Belə bir deməli SPF götürdü. Belə bir pomada götürdü Beulis markasına. Bu Beulis markasına daimi yəni istifadə edir və 2 ədəd də bu makyaj təmizləyən salfetkada, hansı ki arasa gedəndə, yəni üzünüzü yuya bilmirsinizsə və yaxud da yorulnuqsuzsa bir dənə bunu götürüb silirsiniz, tərtəmiz edir. Bu da Saadətin sifarişləridir qızlar. İndi bu Saadətin də paketi budur. İndi paketini yığıb dururuq, gedək qızlarla görüşməyə. Gedirik qızların yanına. Saadət də gəlir. O qədər qəşəng hava var ki, adam valla içəri yerə girmək belə istəmir. Əslində Pərin oranın terası da var. O indi gedək görək qızlar harada oturub da olmasa. Hava çox qəşəngdir. Teras daha yaxşıdır. Bu arada necə görmürük qızlar? Bəyəndiniz bizi. Bir dənə görürsünüz. Tanalne yəni həqiqətən qiyməti 10 manatdır qızlar. Amma Photoshop effekti yazıb üzərinə də. Rusiyanındır. Ver dediyi, yəni bədidə yerinə yetirir də halal olsun valla. Heç nəysə qolum ağrıdı qızlar, getdik. Orada da çəkəcək. Deməli biz Saadətlə bir-birimizi itirmişik qızlar. Hal-hazırda balaca şəhərin içində bir-birimizi. Rosmanın uzaqlaşması? Gəlirəm bacı, narahat olma. Yaxınlıqdayam, hiss elə məni. Hiss elə məni. Uçdu mən şeydən, oturduğu yerdə uçdu. Hiss elə məni bacı. Hiss eləyirsən bacı, yaxınlaşır. Hiss eləyirsən nə? Deyir ürəyim duqquldur. Elə oradayam bacı. Rosman buradadır, oradadır Rosman. Sən harada durmuşsan? Karselin yanına uzaqlaşıb. Hadi əlimi qaldırıram, görürsən. Yo, deyir Karselin yanındasan, haradasan? Bax aşkım, biri var Rosman. Xoş qədəm Hidayət qız, sizə səslənir. Rosmandan biri var. Sən KFC tərəfə gəlsən. Yox, Karselin yanına gəlsin də birləşək Leyla. Sən indi KFC tərəfə gəl, görəksən. Hadi sən keçib getmirsən də. Qayıtlar. Bizim
Allah. Gördük sağ. Bizim Büyük birbirimize, buluşma. bizim birbirimize tapmaq De o değil. Allah Saadət, yaxşı ki balası. Xoş qədəmə ehtiyacı olmadı. Özləri tapdı. Sən Allah, yaxşı dostlar. Yaxmışdın. İnan oturduğu yerdən elə sürətdə durdu. Çıxdı Saadətə qarşılayım. Görüşmədik fərzində. Xoş qədəmə ehtiyacı olmadı qızlar. Buldular. Sifarişlərimiz gəldi. Eyloş xanım, necəsiz? Bəli, bugünkü vlog mənlikdir. Şükür salamasınız. İmkan vermirəm, bacı yeyəsən. Öz də yeyən yerdə çəkirəm. O biri sifarişlərimiz də gəldi. Popcorn salatımız. Pendir çubuqları. Aytən diyetdədir. Diyeti pozmur qəti sürətdə, hə Aytən? Hələ çox deyirdi. Çox deyirdi. Çox diyetik insanlar. Gəldi qızlar, vlogumuzun sonuna, vlogumuzu bir türlü yekunlaşdıra bilmirdim. Deməli, Saadət kargo açıbdı. Kargoda hamı bu saç parfümünü soruşubdu. Baxıram bizim rəylərdə də yazmışsınız, Saadətin rəylərində də yazmışsınız. Bu saç parfümü qızlar çəkmişəm. Elə bu vlogumuzda çəkmişəm ki, Aytən də sifariş edib, Saadət də sifariş edib. Yeni məhsulumuzdur, qiyməti 10 manatadır. Sherla var. Sherla ilə birə-bir demək olar ki, eyni saç parfümüdür. Fərqi nədir? Sherla'da saça ağırlıq verilir. Bunda saça qətiyyən ağırlıq vermir. Bir gün, net bir gün qoxusu qalır. Yəni bunun %100 sizə garantisini veririk. Və inanın ki, mən bunu saç parfüm kimi yox, elə adi parfüm kimi də istifadə edirəm. Harada vurub getsəniz, o gün Saadətlə görüşəndə də dənizin qırağında Qutaba getmişdik. Gedən kimi qoxusunu hiss elədim. Sonra elə bu vlogda rəfiqələrimizlə görüş, bütün rəfiqələrim qoxusunu hiss elədim. Yəni hara gedirsinizsə gedin, %100 garanti verirəm ki, bu saç parfümünü sizdən soruşacaqlar. Çox xanım yazıb qızlar, sifariş üçün belə rəylərə yox. Bizim səhifəmizin əvvəlində nömrə yerləşdirmişəm ki, əgər hər hansı bir məhsulu sifariş etmək istəsəz, ora yazın. Oradan yazın, sifarişlərinizi qeydə alın. Tək bu saç parfümü deyil, ümumi orada var set parfümlərimiz, Saadətin çəkdiklərindən, hansı ki onlardan artıq az sayda qalıbdır. Yəni garanti veririk ki, bir gün qalıcılığı var, minidir, miniatürdür. Yəqin ki, trend videolarını görürsünüz. Hətta burada da bir trend video yerləşdirərəm, baxarsınız necə qəşəng görünür. Bir gün rahat onun da qalıcılığı var. Üst köpüyünü soruşmuşsunuz. Üst köpüyü Danki Milk'dir. Qiyməti 10 manatdır. Belə hansı məhsulu bəyənirsinizsə, şəklini çəkin, atın WhatsApp-a. Oradan sifarişimizi qeydə alaq. Qızlar, hava o qədər gözəldir, o qədər qəşəngdir ki. Yəni adam həqiqətən də evə girmək istəmir, huzurda. Yəni bir dənə bax sakit dururam, səsə baxın. Eyni uşaqlığımızdakı kimi qurbağalar orada öz işindədir. O tərəfdə kiminsə qapısında içirir. Yəni çox qəşəng. Mən də qızlar, hə, əl olar. Pərvinlə də biz qəşəng oturmuşuq balkonda. Kərim yatıb. Yəni şəhərin stresini həqiqətən də hal-hazırda çıxardırıq. İndi qəşəng iki bacı bir dənə də çay içəcəyik. Həqiqətən də qızlar, Ağcabədi ümumiyyətlə belə sakitçilik yerlərdə, rayon yerlərində çox qala bilmirəm, amma dincəlirəm də, yəni konkret. Bütün güllərində üstü açıbdır, yəni çox qəşəngdir, çox huzur verir. Sabah inşallah çox maraqlı vloglar çəkəcəm sizlər üçün. Qızlar piknik eləyəcəyik inşallah. Həm piknik eləyəcəyik, həm də beynimizdə pərişən bir-iki şey var, alınsa əgər onlar eləyəcəyik. Görək, sizlər əgər alınsam bir çəkiliş var ki, Ağcabədidə eləmək istədiyimiz. Əminəm ki, hər kəsə maraqlı olar. Olmasa da narahat olmayın. Yəni, sabah piknik var hər halda. O olsa da olmasa da piknikimiz var. Düşünürük ki, kənd sayaq bir səhər yeməyə hazırlayaq. Nəsə də çox maraqlı olacaq. Dincələk. Siz də sabahı gözləyin. Qəşəng maraqlı vloglar gələcək. Çox qəşəngdir. Çox qəşəngdir, çox qəşəngdir. Qıtaq qulluq eləyir, güllərə Bu nəlbəki gülüdür də. nəlbəki gülü. Qoxusuna bax, nə qəşəng gəlir qoxusu. Burada qızılın gülün qoxusu çox. Qızıl gülün də qoxusu var, bunun da qəşəng qoxusu Bir də var. orada zabora vurub. 3 gül qarışığı sarmaşıq belə. Deyən görüm onu netləşdirib çəkə bilirəm. Çox gülün gülü çəksən. Bunu deyirsən Pəriş? Orada sarmaşıq var hə. Deyib bunu deyir qızlar, bax bunu deyir. Bunun qoxusu var, ha, qoxusu bütün hal-hazırda qapıya yayılıbdır. Yəni çox qəşəngdir.
Adam həqiqətən evə girmək istəmir, hə bacı. Biz elə burada oturacağıq yəqin ki Bir də qızlar. illərdir sizin hamamda yenə o qaranquş gəlib. Hə qızlar. Yuvası var ha, uçurdu bura. Bura var ha, bura bizim hamamdır. Yəni bu uşaqlıqda böyüdüyüm evdir. Burada hamamdır. Bax illərdir mən balaca olandan bu hamamımızda, bax burada bir qaranquş gəlir, hər il eyni yerdə. Yəni eyni yerdə yuva qurur, balalayır və insanlardan da qorxmur, rahat şəkildə girir, çıxır öz üçün. Girirsən belə çox güzel duş almırsan. Sonra o balalar böyüyəndən sonra o balalar böyüyənə qədər belə deyim də artıq havalar soyur, soymağa başlayır. Ondan sonra da uçur gedir başqa istəyirə. Sonra yay eyni havalar qızan kimi eyni proses yenə başlayır. Necə xatırlayır. Gəlir, məncə eyni qaranquş deyil, o nəsildən nəslə keçir. Onun balası, sonra onun balası, sonra onun balası. Çünki o qaranquş məsələn balalar burada böyüyür, onu xatırlayır. Sonra o da öz balasını gəlir burada dünyaya gətirir. Yəni sırf burada bizdə illərdir, yəni artıq belə deyim də mənim özümün 30 yaşım var. Biz də sırf Ağcabədiyə köçmüşük. Hardasa köçmüşəm mən elə bir 7 yaşımdan. Düz 7 yaşımdan bu qədər nə ilə 23 il eləyir də 23 il. 23 ildir ki eyni proses bəli davam eləyir. Belə. Vlogumuzu burada qızlar sonlandırıram. Gəlmişəm, görürsünüz ki, Bakıda deyiləm də, Ağcabədiyə gəlmişəm. Düzdür, gəlməyimizi çəkə bilmədim. O qədər tələsik bir formada qaça-qaça evdən çıxdıq ki, heç cür çəkə bilmədim. Amma təbii ki, sabah Ağcabədi vlogumuzun birinci hissəsi gələcək. Burada Ağcabədidə yekunlaşdırıram vlogu. Amma sabah Ağcabədi vlogumuz davam edəcək. Bilirəm ki, Ağcabədi vloglarını sevirsiniz. Ona görə nə edirsiniz? Bu vlogumuzu tam bəyənirsiniz, bol-bol rəy yazırsınız. Ağcabədidə necə bir vlog çəkməyimi istəyirsiniz? Onu deyirsiniz, görmək istədiyiniz bir yer varsa, deyin gedim Ağcabədidə oranı çəkim sizə. Ağcabədi üzrə mənim doğma yerim, doğma yurdumdur. Amma yenə də bir dənə onlarda sizin də istədiyiniz alternativ nəsə bir videolar. Deyin mən çəkim, izləmədə qalın, videomuzu like eləməyi, kayd etməyi unutmayın. Rəy bölməsində fikirlərinizi bildirməyi unutmayın. Hələlik.